Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Məhəmməd Füzulinin Dövlət İmtahan Mərkəzində yer alan sualların izahına baxacağıq. Burada həyat yaradıcılıqla bağlı yox, ancaq belə deyim də əsərdən olan sualların izahını verəcəm. Bu həyat yaradıcılıqda aç kitaba bax da Füzulinin fars dilində yazdığı əsər hansıdır, elmi adı nədir, elmi fəlsəfə əsəri hansıdır? Bunları açıb kitaba baxa bilərsiniz. Sırf mən keçirəm burada, deməli hardan başlayır? Baxaq, 12-ci sualdan başlayaraq. Füzulinin söz qəzəlinin məzmunu ilə bağlı yanlış fikir müəyyən edin. Məzmun deyirsə, sən formanı dərhal çıxmalısan. İnsanın qədir-qiyməti sözün dəyəri ilə ölçülür. Bəli, biz bunu məzmununda da görmüşük ki, Məhəmməd Füzulinin deyir ki, ver sözə ehya ki, tutduqca səni xab əcəl, edə hər saat səni o uyqudan bidat söz. Yəni, sən sözə dəyər ver ki, ölüm yuxusu tutanda belə səni dəyərləndirsin. Yəni, sən öz dəyərində qalasan da bir sözün. A variantı düzdür. Hörmətdən düşmək istəmirsənsə, az danışmalısan. Doğrudur. Füzuli izzəti naz et sözü. Söz insanı ölümdən sonra belə bayaqlam dedik. Bunu yoxdan var olan sözlər sirli bir dünya yaradır. Bəli. Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz. Bu nə sirdir, kim olur? Hər ləhzə yox vardan söz. Şairin fikrincə gözəl xətlə yazılan sözlər təsiri daha güclü olur. Bu elə bir fikir yoxdur axı o şeirdə. Deməli olacaq E variantı. Füzulinin Leyli və Məcnun poemasında verilmiş nümunə ilə müəllif nəyə işarə? Olmuşdu zəbuni halı güya, söylərdi ki, ey cəfakı dünya. Bildim qəmin səninki çoxdur, qəm çəkməyə bir hərif yoxdur. Gəldim ki, olam qəm hərifi, gəl təcrübə eylə mən zəif. Bu deməli Leyli və Məcnun poemasında bu Məcnunun dünyaya gəlməsi və o dünyaya gələndən sonra ağlayıb fəryad eləməsi hissəsi var. Əslində müəllif Məcnunun dilindən bunu deyir. Eşqin səmərəsiz əzablar mənbəyi olmasına xeyr. Qeysin gələcəkdə öz səadət və arzuladığı üçün bəlalar çəkəcəyinə, bəli, bunu Qeysin dilindən verilir də, müəllif deyir, amma Qeysindən. Varlıların insanlara cəfa verməsinə belə bir şey yoxdur. Leylinin atasının qızının xoşbəxtliyini düşünməməsinə belə bir fikir də yoxdur burada. Məcnunun anasının eşqdən narahatlığı qətiyyən. Söz qəzəl haqqında yanlış fikir müəyyən edin. Əruz vəzninin Rəməl bəhrində yazılmışdı. Bəli. Rəməldə, məni candan isə həzətsə. Əsərdə hər bir insanın sözə dəyər verməsinin zəruri öz əksini tapıb, doğrudur. Bu qəzəldə sujetli lirikanın gözəl nümunəsi sayılır. Sujetli lirika sayılmır axı, burada hansı sujetli əlaməti var? Yoxdur. Şeirdə insanın işlətdiyi sözlərin onun şəxsiyyətindən xəbər verdiyini vurğulayır. Bəli. O sonda müəllif özünə də bir müraciəti var o hissədə. Şeirdə söz sənətinin qarşısında qoyula bilən tələblər də öz əksini tapmışdır. Bəli, söz sənətkarının qarşısında tələblərin qoyulması əsərdə özünü açıq-aydın göstərir ki, yəni sən yaxşı sözlər deməlisən ki, daim də diqqətli olasan. Söz qəzəli haqqında yanlış fikir müəyyən. Şair əsərdə qəzəl janrına da böyük dəyər verir. Şair əsərdə qəzəl janrına da böyük dəyər verir. Bu hardadır belə bir fikir qəzəl janrına? A variantı elə səhvdir. Müəllif sənətkarın həyatından sözün rolu barədə fikirlərini ustalıqla ifadə edir. Doğru fikirdir. Şairə görə hər bir insan onun sözünün dəyəri arasında uyğunluq olur. Doğrudur. Söz arifləri mərifət bənzinin üzgüsünə bənzədir. Doğrudur. Şeirdəki bir çox ifadələr hikmətli söz kimi də işlədilə bilər. Az danışmaq zad ifadəsi var. Məzmunla bağlı olan sual. Məni candan usandırdı qəzəl haqqında yanlış fikir müəyyən edin. Lirik qəhrəman ahından odu göylərdəki fələkləri yandırır, gözləri qanlı yaş axıdır. Doğru fikirdir. Qəhrəman səmimi, sədaqətli və cəfakeşdir. Cəfakar yazılsa, bax o fikir səhvdir, cəfakeşdir. Qəzəldə lirik qəhrəman aşiqin parlaq obrazı yaradılıbdır. Doğrudur, müəllifin özüdür. Elə burada lirik qəhrəman aşiq məşuqənin cəfasından usanmır, bezmir, tutduğu yoldan dönməyi xəyalına belə gətirmir. Niyə? Deyir axı məni candan usandırdı. Demir, cəfadan yar usanmazmı? Deməli, D variantı səhvdir. Birinci misradan sonra kimi aşqın ah-naləsi şikayətləri kəsilmir. Doğru fikirdir. Məni candan usandırdı qəzəli haqqında deyilənlərdən biri yanlışdır. Beytlərin əksəriyyəti işlədilmiş daxili qafiyə şeirdə güclü ahəngin yaranmasına səbəb olub. Bəli, ilk beyt xaric, digər bütün beytlərdə daxili qafiyə var. Qəzəl həm ideya, həm də məzmununa görə klassik şeirimizin ən dəyərli nümunələrindəndir. Qəzəldə obrazların güclənməsi, məcazların da xüsusi rolu var. Təbii ki, burada obrazları da
Yəni obrazlığın güclənməsində onsuz da görmüsünüz orada nə qədər təsvir ifadə vasitələri işlənib. 16-cı əsrin məhsulu olan bu əsər dilin şirinliyi baxımından müasir oxucunu valeh edir. Doğrudur. Qəzəldə güclü ahəngin yaranması onun yazıldığı rəməl. Bu rəməldə deyil axı, Həzəc bəhrindədir. Sonra bunlar da həyat yaradıcılıqdır. 22-ci suala baxaq. Söz qəzəlindən götürülmüş bu nümunədə hansı fikirlər? Artıran söz qədrini sidq ilə qədrin artıra, kim nə miqdar olsa, əhlin eylər ol miqdar. Söz sirlər xəzinəsinin xəzinədarıdır. Belə bir şey yoxdur axı. Hər bir insan dəyəri onun danışdığı sözlə bağlıdır. Bəli. Söz çox olan yerdə yalan da çox olar. Belə bir fikir aşılanmır. Söz nə qiymətdə olsa, sahibi də o qiymətdə edər. Bəli, 2-4. Arif olmanın şərti sözə münasibətlə bağlıdır. Belə bir şey yoxdur. Bizə lazımdır 2, 4. Sonra nöqtələrin yerinə uyğun olmayan, məni canından usandırdı qəzəndə lirik qəhrəman. Məşuqənin onu etdiyi cəfanı görən, fələklərin belə yandığından şikayətlənir. Belə bir fikir hardadır ki? Yoxdur axı belə bir fikir. Dərdini gizli saxlaya bilmir, hamıya demək qərarına gəlir. Deyir ki, bax, o hissədə, deyir, bilmirəm, mən dərdimi gizlimmi saxlayım, kiməsə danışımmı? Deyir, cəmaatı desəm, güya bunu başa düşərlərmi? Bu səhvdir. Birinci misradan sona kimi ah nalə şikayət edir. Birinci misradan sona kimi ah nalə şikayət edir. Var da. Məşuqənin cəfasından usansa da tutduğu yoldan dönməyi xəyalına gətirmir. Doğrudur. Məşuqənin üzünü gülə bənzədərək baharda onunla qovuşacağını ümid edir. Xeyr. Deyir ki, axar sular bulanmazmı? Orada yaza bir işarə var, amma onu yazda görüşəcəyi məqamı vurğulanmır. Məni candan usandırdı qəzəndə lirik qəhrəman. Sədaqətli və cəfakeşdir. Doğrudur. Sədaqətlidir, cəfakeşdir. Dərdini gizli saxlaya bilmir, hamıya demək qərarına gəlir, yoxdur. Aylıq gecəsində gözündən qanlı yaş tökür, bəxtindən şikayətlənir. Düzdür. Məşuqənin cəfasından usansa da tutduğu yoldan dönməyi xəyalına belə gətirmir. Doğrudur. Sevgilisinin ona biganəlinin səbəbini öyrənmək istəyir, belə bir fikir yoxdur. 1, 3, 4. Növbəti 25-ci suala baxırıq. Deyir ki, məni candan usandırdı qəzəlin məzmunu ilə bağlı klaster tanımayan fikirləri. Şeirdə aşiq öz kədərini yanıqlı bir dillə bəyan edir. Daxili qafiyədən istifadə edilmişdir. Bax, şeirdə qəzəlinin məzmunu ilə bu formaya aiddir. Ona görə bir olmaz. Sədaqətli və cəfakeş aşiq obrazı yaradılıb. Doğrudur. İlk misradan sonra kimi aşiqin şikayətləri kəsilmir. İlk misradan sonra kimi aşiqin şikayətləri kəsilmir. Doğrudur. Sufiyanə məhəbbətin əlamətlərinə yer verilmişdir. Sufiyanə məhəbbətin əlamətləri varmı? Rahatlıqla deyə bilirik. Çünki burada ikinci beyt əsasında rədif yoxdur. Bütün beytlərdə bədii sual üzərində qurulmuşdur. Bu fikir düzdür, ancaq formaya aiddir. Bizə lazımdır məzmun 2, 3, 4. Növbəti baxırıq. İyirmi 6-cı suala baxaq. Məni candan usandırdı qəzəndə lirik qəhrəman sevgilisini əğyara uyduğu üçün məzəmmət edir. Belə bir şey yoxdur. Qara bəxtinin oyanmamasından şikayətlənir. Düzdür. Eşqə düşdüyü üçün ağlının əldən getdiyini bildirir. Füzuli rindi şeydadır. Məşuqənin nəzərdən uzaq olmasını arzulayır. Yoxdur belə bir məqam. Məhəbbət yolunda hər cür əzab əziyyətə qatlaşdığından söz açır. Düzdür. 1, 4. Söz qəzəlini əsasən klasteri tamamlayan fikirlər müəyyən söz, insanı əbədi yaşadı. Nişangaha dəqiq deyən oxdur. Bax, insanı əbədi yaşadır söz. Belə bir şey yoxdur axı nişangaha. İnsanın dəyərini müəyyənləşdirir, düzdür. Dünya qəminə hasar çəkə bilər. Bu dünya qəminə hasar çəkmək güş qıldadır. Fikri gizlətmək üçündür, belə bir fikir yoxdur. Könüllər alan gözəl kimidir. Bəli, 2, 5. Məni candan usandırdı əsəri ilə bağlı yanlış fikri müəyyən edin. Lirik qəhrəman aşiq öz eşqinə sadiq və dönməzdir. Doğrudur. İlahi məhəbbətin əlamətləri açıq-aşkar hiss olunur. İkinci beytdən başlayaraq. Gerçək insani duyğuların tərənnümünə də yer verilmişdir. Düzdür. Lirik qəhrəman dözümlü, aşiq, ah nalədən, şikayətdən uzaq deyil axı. Elə bütün gün şikayətlənir. Bitkin kompoziya və sujet əlamətlərinə malikdir. Burada heç bir sujet yoxdur. Məni candan usandırdı qəzəl ilə bağlı doğru fikri müəyyən. Əsərdə ilahi məhəbbətdən uzaq,
Real eşq əks olunmuşdur. Real eşq ilahi məhəbbətdən uzaq deyil. Axı burada ilahi məhəbbətin də cizgiləri var. Bir ona görə səhvdir. Lirik qəhrəman çəkdiyi zülmlərdən yorulmadığını yox, məni canından usandırdı deyir axı. Şeirdə daxili qafiyə, bədii təzad, bədii suallardan ustalıqla istifadə olunubdur. Düz fikirdir. Şeir qəhrəmanı sevgilisinin yazdığı aşiqanə məktublardandır. Yox. Lirik qəhrəman onu qınayanların haqsız olduğunu ifadə edir. Deyir ki, əgər bunu görsəydilər onun üzünü, onda peşman olardılar. Sonra, söz qəzəli haqqında hansı fikirlər səhvdir? Hər söz sahibinin hörməti öz sözü qədərdir. Hər söz sahibinin hörməti öz sözü qədərdir. Bu düz fikirdir. Sözün müəyyən varlıqlara bənzədilməsi ilə təşbihlər yaradılıbdır. Bir nicari, ənbəri xəttir könüllər almağa. Sözü belə deyir də. Rədfi olduğundan bütün söz ifadələrindən əvvəlki sözlər bir-birlə qafiyələnir. Rədif olduğundan bütün söz ifadələrindən əvvəlki sözlər bir-birindən qafiyələnir. Bax, burada fikir düzdür. Rədif olduğundan bütün söz ifadələrindən əvvəlki, bax, söz qəzəlində biz görürük də oradakı söz nədir? Rədifdir. Və rədifdən əvvəlki sözlər bir-birindən qafiyələnir. Burada çox güman qəzəl haqqında hansı fikirlər səhvdir? Burada əslində məzmunu ilə və ya forması ilə bağlı deyəcək ki, nələr məzmununa aiddir. Mərifət dənizində üzməyi bacarmayan ola bilməyəcəyini, bacarmayanların ola bilməyəcəyi fikir söylənir. Şairin fikrincə, əhali arasında dəyərini artırmaq istəyən şəxs sözə dəyər verməlidir. Düz fikirdir. Bütün beytlərdə təzad vasitəsilə ahəngdarlıq artırılmışdır. Təzad vasitəsi ilə ahəngdarlıq hardadır təzad? Bu məni candan usandırdı dadır. 4 də düzdür. Bir dənə burada 6 səhvdir. 3-ü də veribdir. Yəqin ki, burada cavabda 3-ü də verib, amma çox güman ki, nəsə problemlidir. Məni candan usandırdı qəzəllə bağlı nöqtələrin yerinə uyğun gələn fikrin lirik qəhrəman sevdasına görə rüsvay olması ilə qürur duyur. Sevdasına görə, baxın, bu sevdasına görə niyə qürur duysun ki? Sevgilinin onun qəm çəkdiyinə inanacağına tərəddüdlə yanaşır. Deyir, bilmirəm, bunu cəmaata desəm, mənə yəni inanarmı, yoxsa inanmazmı? Bahar fəslində sevgisi ilə görüşməyindən məmnundur. Belə bir şey yoxdur. Məşuqanın ona eşq xəstəsi hesab etməsindən narahatdır. Ayrılıq qəmi çəkdiyindən gözündən qan yaş axıdır. Bəli, 2-5. Bu da yaradıcılıqdır. Övladını dərin məhəbbətlə sevir, amma onu anlamır, onun xəstəliyinə çarə axtarır. Bu, təbii ki, Məcnunun atası olacaqdır. 3-dür. Məhəbbəti aləmə ləkə, burasını oxuya bilmirəm, nə deyir? Məhəbbəti ailəsinə ləkə gətirəcək. Bunu Leylinin anası deyəcəkdir. Təsadüfən qızı sevir, təsadüfən gördüyü qızı sevir və təsadüfən gördüyü qızı bunu İbn Salam nəzərdə tutur. Cəmiyyətdə müxalif mövqedə dayanır, bu isə Məcnun. 3, 1, 2, 4 belə olacaq. Məcnunun atası İbn Salam, burada mən nəsə oxuya bilmirəm, PDF-i düzəldən Allah kömək olmuş, elə düzəldibdir ki, nəsə başa düşülmür. Keçək Leyli və Məcnunla bağlı. Leyli və Məcnun poemasında verilmiş uyğunluğu müəyyən edin. Və biz burada deyir ki, qızın, oxuya bilirəm ki, Yuri nədir, bura nə yazılıbdır? Bunu bir düzəməli PDF-də də. Nəysə, birinci sual oxunmur. Leyli və Məcnun poemasındakı Məcnun surəti ilə bağlı fikirlərdən biri səhvdir. Həyata baxışı valideynlərindən fərqlənmir. Məcnun niyə fərqlənmir ki? Elə bunun həyata baxışı hər kəsdən fərqlənir. Anadan olduğu zaman ağlayır və müəllif buna rəmzi məna verir. Bəli. İnsandan qaçaraq təbiətə üz tutur. Düzdür. Ərəb qəbilə başçısının oğludur. Əsl adı Qeysdir. Yaşadığı cəmiyyətdə qayda qanunları ilə barışmadığı üçün çöllərə düşür. Bu da düzdür. Bizə lazımdır elə 2.
Leyli və Məcnun poemasında Qeysin doğularkən ağlaması epizodu ilə nəyə işarə edirdi? Bu uşağın gələcəkdə şair olacağına, Leyli və Məcnun poemasında Qeysin doğularkən ağlamaq epizodu nəyə işarə edir? Bu uşağın gələcəkdə şair olacağına demir axı. Bu əslində simvolik bir məna idi. Qeysin gələcək dövrü yox, dövrlərin obrazı olacağı yox. Bu simvolik bir başlanğıcdır. Qeysin gələcəkdə öz sədaqət və azadlıq üçün bəlalar çəkəcəyinə işarə edir. Uşağın anadan gəlmə aşiq olacağına nə dəxli var ki? Bu uşağın öz valideynlərinə olmazı münasibətlər gətirəcəyinə. Xüsusiyyətlərdən biri Leyli və Məcnun üçün səciyyəvi deyildi. Müasirlərin onun məhəbbətini layiqincə qiymətləndirə bilmirlər. Bu fikir düz fikirdir. Həssas aşiq, incə ruhlu şairdir, bəli. İlk məhəbbətinə həmişə sadiq olan eşq fədaisidir. Müstəqil düşüncə tərzlə öz zəmanəsinin gənclərindən seçilir, bəli. İnsanlar arasında pisliyin çox olmasına baxmayaraq sona qədər onlarla mübarizə aparır. İnsanlar arasında bu yalnız Məcnuna aiddir də. Bu onlar üçün belə deyək də, Leyli kimlə mübarizə apardı ki? Heç kəslə. Leyli və Məcnun poemasındakı Leyli surətinə aid edilə bilməz. Daxilən qanunlara boyun əymir, saf eşqinə sonadək sadiq qalır. Qeysin sevdiyini dildən danır, zahirən qanunlara boyun əyir, bir növ vəziyyəti ilə barışır. Bəli. Qeysi ürəkdən sevir. Düzdür, öz hüquqsuzluğunun dözülməz dərdini Aya Şama Pərvanəyə danışır. Əsərin sonunda Leyli get-gedə dəyişir, öz hüququ uğruna mübarizə aparır, daha cəsarətli olur. Xeyr, belə bir şey yoxdur axı. Leyli və Məcnun poeması ilə bağlı fikirlərdən biri yanlışdır. İki gəncin nakam məhəbbətindən bəhs edir, doğrudur. Leyli dövrünün qızlarından fərqlənmir, onlar kimi düşünür. Xeyr, onlardan fərqli düşünürdü. Azad sevgi cəmiyyətinin mənfi münasibəti poemada Leyli və Məcnun faciəsinin əsas səbəbi kimi göstərilmişdi. Əruz vəzni Həzrət bərindədir, düzdür. Ana dilində yazılıb, doğrudur. Füzulinin Leyli və Məcnun əsərindəki obrazlarla bağlı səhv fikri müəyyən edin. Mühit Leylinin sərbəstliyinə yol vermir. Mühit Leylinin sərbəstliyinə yol vermir, düzdür. Anası Məcnunun eşq yolundan çəkindirməyə çalışır. Doğrudur, anası bax burada həm Leylinin, həm Məcnun anası. Nofel və Zeyd fərdi xüsusiyyətlərlə o qədər də seçilməyən obrazdır. Niyə bunlar seçilir? Nofel buna kömək eləməyə çalışır, Zeyd də həmçinin. Qeys yaşadığı cəmiyyətdə müxalif mövqedə dayanır, düzdür. Məcnunun atası oğlunu sevsə də onu anlamır. Anlasaydı, niyə onu aparırdı Kərbəlaya? Məcnun əsərində Məcnun obrazına aid edilə bilməz. Cəmiyyətin müxalif mövqesində dayanır. Hər kəsdən qaçaraq təbiətə üz tutur. Dövrün davranış normalarına zahirən tabe olur. Bu nə zahirən, nə də belə deyək də cismən. Heç birindən tabe olmur. Həyata baxışı dövrün insanlarından fərqlidir. Sevdaya düşdüyü üçün cəmiyyətdə dəli kimi, yəni Məcnun qəbul edirlər bunu. Leyli və Məcnun əsərində Leyli obrazına aid edilə bilməz. Arzu və istəyini başqalarından gizlədir. Bəli. Zəmanənin köləliyini əsas tutan davranış normalarına tamamilə deyil axı, bu zahirən tabe olur. Ağıllı ağır sınaqlara məruz qalır, düzdür. Saf eşqinə sadiq qalır. İxtiyarsız, hüquqsuz olduğunu dərk edir, doğrudur. Füzulinin Leyli və Məcnun əsərlə bağlı səhv fikri müəyyən. İbn Səlam dövrün əxlaq etik normalarını dərk etdiyi üçün Məcnundan fərqli olaraq öz sevgisini gizli saxlayır. Bax, öz etik normalarını dərk etdi. Bu dərk eləmirdi. Ona görə sadəcə o dövrdə sevib sevilməyi belə deyək də fərqli idi. Ona görə bu bildirmir. Heç kəsdən dərdini söyləməyən Leylini Şama Pərvanəyə açır. Düzdür. Əsərdə Nofel Zeyd obrazları fərdi xüsusiyyətlərindən seçilir. Doğrudur. Leyliyə elçi gələn İbn Salam onun fikrini öyrənmək barədə qətiyyən düşünmür. Doğrudur. Leylinin atası və anası zəmanənin adət-ənənələrinə kör-kona əməl edən obrazlardandır. Təbii ki, o dövrdə hamısı taxtabaş yığını idi. Leyli və Məcnun poemasındakı Məcnun obrazı üçün səciyyəvi deyildir. Düşüncə tərzi, həyata baxışı müasirlərindən tamamilə fərqlənirdi. Təbii ki, bu yeni bir ideyanın daşıyıcısı idi, yeni fikirləri idi.
Özünə Məcnun adı verərək təbiətə üz tutur. Bu özünə Məcnun demir, cəmiyyət bunu Məcnun adlandırır. Hər cür riyakarlıqdan uzaq, pak və təmiz insandır. Düzdür. İctimai mühitdə bir çoxlarından yüksəkdə durur. Kütlənin qeyri-şərtsiz boyun əydiyi qayda qanunlara, adət-ənənələrə tabe olmur. Düzdür. Biri Füzulinin Leyli və Məcnun poemasındakı Leyli surətinə aid edilə bilməz. Arzu və istəyini heç kimə bildirmir. Leyli surətinə istəyini heç kimə bildirmir. Düzdür. Rəfiqələrindən fərqlənmir, yox fərqlənir. Onlar kimi düşünür, yox düşünmür. Bu fərqlidir. Ona sevmək dəhşətli görünmür. Elə bax beyni təkzib edir. Cəmiyyətdə onun başa düşməyəcəklərini anlayır. İxtiyarsız hüquqsuz olduğunu dərk edir. Sual işarəsinin yerinə yazılmalıdır. Ana dilimizdə yazılmışdır. Həzrət Bəhrəndədirsə, Leyli və Məcnundur da. İşte digərinə baxmağa ehtiyac yoxdur. Leyli və Məcnun əsərində Leyli ilə Məcnunun obrazları üçün ortaq fikri müəyyən edir. İxtiyarsız olduğunu anlayır. Bu Leyliyə aiddir. Sevgisini hamıdan gizli saxlayır. Yox axı. Məcnun bütün aləmə yaymışdır. Zəmanəsinin köləni əsas tutan davranış normalarına yalnız zahirən bu Leyliyə aiddir. Həyata baxışı öz həmyaşıdlarından fərqlənir hər ikisi. Cəmiyyətdən uzaqlaşıb təbiətə sığınır. Bu Məcnundur. Leyli və Məcnun əsərində Məcnunun atası, anası, Leylinin anası İbn Səlam surətləri üçün orta cəhət kimi götürülə bilməz. Həyata baxışları eynidir, düzdür. Şəxsiyyət azadlığı onların şəxsi həyata baxışında yer almır. Doğrudur. Zəmanənin köləni əsas tutan davranış normalarına zahirən tabe olurlar. Bunlar zahirən tabe olan Leylidir. Bunların nə əlaqəsi vardır? Dövrün tələblərinə, adət-ənənələrə kör-körünə əməl edirlər. Dövrün tələbləri əxlaq etik normaları ilə yaşayırlar. Doğrudur. Müəllifin hiss və duyğularının təsviri arxa plana keçir. Əhvalat və hadisələrin təsvirinə üstünlük təşkil edərsə, belə poemalar epik lirik poema hesab edilir. Leyli Məcnun əsəri epik lirik poemadır. Və bizə nə lazımdır? Fikri tamamlayan bir, yəni bunları fərqli dünya görür. Bu fikir düzdür. Amma sillogizm bir üstə gələk, bir bərabərdir, iki olmalıdır. Əvvəldən axıra qədər həyat hadisələri müəyyən bir süjet əsasında təsviri şairin daxili duyğuların ifadəsinin üzvü şəkildə birləşdirir. Məsnəvidə və lirik şeir formalarından istifadə edilmişdir. Bu da düzdür. Amma bir şərti ödəmir axı. Gerçəkliyə uyuşmayan, bu da. Leyli və Məcnun əsərində hadisələrin yaşadığı subyektiv hisslərin təsvirinə az yer ayrılmış, əhvalat təsviri üstünlük verilmiş. Bəli, bax görürsən, birlə bunların tam şəkildə sillogizm ödəməlidir. Məcnun Leyli bizə buna nə lazımdır? Sxemə, ikisi üçün də. Azad düşünülsə də dövrün davranış normalarına zahirən Leyliyə aid. Anı bura yazırıq. Mühit onun sevməsinə namusa zid sayır, mühiti onu sevməsinə namusa zid sayır. Bu Leyliyə aiddir. Məcnunda deyilir ki, yenə olar. Adətə görə atasının yerini tutmalıdır Məcnun. Arzu və istəyini heç kimə bildirmir, ürəyini Şama pərvanəyə. Bu da Leyliyə aiddir. Ona sevmək dəhşətli görünmür. Bu hər ikisinə aiddir. Leyli və Məcnun əsərində Venn diaqramının sual işarəsinin yerinə uyğun gələn fikri müəyyən edin. Şəxsiyyət azadlığı həyata baxışında yer almır. Həyat baxışında şəxsiyyət azadlığı bax deyir ki, görürsüz, bunun üçündə ortaq. Şəxsiyyət azadlığı həyata baxışında yer almır. Elə bunun üçünə də aiddir. Aşıqları sadiqliyə, məşğulları vəfalığa səsləyir. Belə bir şey yoxdur. Leylinin fikrini öyrənmək barədə heç düşünmür. Bu Məcnunun adı nədir? İbn Yəminə aiddir. İbn Salam, İbn Yəmin nədir? İbn Salam deyir ki, yəni ona maraqlı deyil. Baxın, Məcnunun davranışlarına görə narahatlıq keçirir. Qətiyyən xəstəliyə çarə axtarıb Məcnunun atasıdır. Leyli və Məcnun əsərinə əsasən yanlış fikir müəyyən edin. Leyli sona qədər öz eşqini anasından gizlin saxlayır. Düzdür. Sona qədər, yəni belə deyək də, sona qədər öz eşqini anasından gizlin saxlayır, amma sonda bildirməsi var da. Yəni ona görə bizdən yanlış istəyir. Hə, bu fikrin özü yanlışdır. Çünki sona qədər saxlamır da, sonda açır deyir axı. Leylinin anası mənəvi əxlaq dəyərlərinə önəm verir. Leylinin anası və zəmanəsi mənəvi əxlaq dəyərlərinə önəm verir. Bəli. Leylinin əhatəsində onu
anlayacaq insanların olmadığı üçün dərdini insanlara deyil. Bəli, Şama Pərvanə. Əsərdə qızların təhsil alması ilə bağlı qadağa yox idi. Bəli. Deyir, bir tərəfdə qızlar oturdu, bir tərəfdə oğlanlar. Leyli zəmanəsinin köləliyini əsas tutan davranış normalarına yalnız zahirən tabe olur. Bəli. Leyli və Məcnun əsərində hadisələrin ardıcıllığına əsasən sxemi tamamlayan fikri. Gəlin baxaq görək burada belə deyək də, bu xronoloji ardıcıllıqda, yəni bir sözlə ardıcılığa görə nədir? Varlı qəbilə başçısının övladının dünyaya gəlməsi, Məcnunun Leylini məktəbdə görməsi və bundan sonra Məcnun Leylini məktəbdə görməsi və bu ardıcıllıqları gəlin görək hansı şəkildə ödəməliyik. Məcnun bir gözəlin qucağında sakitləşməsi. Bundan sonra bax, biri bu hissəyə yaza bilərik. Leylinin İbn Salama nikah edilməsi, bu ən sondadır, 2 lazım deyil. Məcnunun Leylinin məhəbbətini dildən dilə düşməsi və məktəbdə görür, ondan sonra buna vurulur və bundan dillər. Novfəli Məcnunla söhbəti bu ən sondadır. Bizə lazımdır 1-3. Yenə həmin vəziyyət. Məcnunun nəzir niyazla doğulması, Məcnun Leyli ilə məktəbdə rastlaşması, Leylinin anasının cavabı, Məcnunun başına gələcək hadisələrin öncədən duyaraq ağlaması. Deməli, bu biri bax bura yaza bilərik. Atasının səhrada Məcnunla rastlaşması, bu sonra da. Anasının Leyliyə nəsihəti, məktəbdə rastlaşması, Leylinin atasına cavabı, Leylinin anasına cavabı. Burada anası buna nəsihət verir, deyir ki, ay qızım, o qədəylə danışıb eləmə, onun at bloka, ondan sonra 1-3. İbn Salam Leyliyə elçi göndərməsi və onunla evlənməsi bu sondadır. Leyli və Məcnun əsərlə bağlı düzgün fikirlərin. Əsas hadisələr təhkə yolu ilə məsnəvi şəklində verilir, düzdür. Əsərdə sadiq, aşiq və vəfalı məşğul obrazları yaradılıbdır, təbii ki. Leyli dövrün qızlarından fərqlənmir, yox fərqlənir. Leyli anasının ilk töhmətlərindən ürəyində onu açır, açmır sonda, ölüm ayağında. Leyli və Məcnun əsəri əsasında cədvəldəki hansı rəqəmdən yeri dəyişsə uyğunluq gözlənilər. Ata-anası Qeysin mənəvi azadlıq istəyini anlamır. Doğrudur. Leylinin anası qızı ilə bağlı yayılan xəbəri qorxu və dəhşətlə qarşılayır. Düzdür. Leyli Məcnunun sevdiyini anasına bildirməkdən çəkinmir. Bu səhvdir. Bu tərəfə keçməlidir. Leyli İbn Salama ərə verməyə razı olan ata qızından rəyini soruşmağı düşünmür. Bu düzdür. 3 ilə 4-ün yeri dəyişsə avtomatik nə olacaq? Uyğun olacaq. Məcnun feodal qaydaları təslim olmasa da Leyli bu qaydalardan kənara çıxa bilmir. Məcnun feodal qaydalara təslim olmasa da Leyli bu qaydalardan niyə? Leylidə də bu var da, yəni Leyli də çıxır. Leylinin Məcnunun sevməsindən hamıdan əvvəl anası xəbər tutur. Yox, cəmaət biləndən sonra gəlir anasına çatır. 3-dən 4-ün yeri dəyişməlidir. 24-də baxaq. Deyir ki, cədvəldəki Füzulinin Leyli və Məcnun əsərlə bağlı uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Elçilikdə Leylinin atası qızına Məcnuna vermək üçün şərt irəli sürür. Elçilikdə Leylinin atası qızını Məcnuna vermək üçün şərt irəli sürür. Deyir ki, oğlum sağalsın, adam olsun, mən də qızımı verim. Bir düzdür. Novfəl məclisdə Məcnunun şeirini eşidəndən sonra onun dərdini əlac etmək qərarına gəlir. Doğru fikirdir. Leyli ölüm ayağında olarkən anasına Məcnuna olan eşqi etiraf edir. Düzdür. Leyli anasına verdiyi cavabdan haqqında yayılan şayələri rədd edir. Deyir, mən elə bir şey yoxdur. İbn Səlamın ölüm xəbərini eşidən Məcnun sevinərək Allaha şükür edir. Məcnun buna sevinmir, ağlayır. Hətta bu xəbəri gətirənə başlayır deməyə ki, sən nətər qanmaz adamsan, hə? Sən belə şeyə də deyir, sevinərlərmi? Leylinin İbn Salama nikah edilməsini Məcnun Zeyd xəbər gətirir. Bəli. 1, 2, 3, 5. Hansı rəqəmlərin yeri dəyişdirilsə, Füzulinin Leyli və Məcnun əsərindəki hadisənin ardıcı. Anası Leylinin Məcnuna aşıq olmasını eşidib təşvişə düşür. Məcnunun atasının Leyli üçün elçiliyə gəlməsi, Novfəl Məcnuna kömək etmək fikrinə düşməsi, Leylinin İbn Salama nikah edilməsi, Novfəlin Məcnunla görüşüb və Məcnunun öz dərdinə. Deməli, bax burada nə edəcəyik? Bax, Novfəlin Məcnuna kömək etmək fikrinə düşməsi, Novfəlin Məcnunla görüşür. Yəni bu 4 ən sonda olmalıdır da. 4-ü gətirib hara qoymalıyıq? 5, yəni 4 ilə 5-in yerini dəyişsək, uyğunluq bərpa olunacaq.
Cəmiyyətdə müxalif mövqedə dayanır, söhbət məzmunundan gedir. Dövrün tələblərini, əxlaq, etik normaları ilə yaşayan bir aşiqdir. Bu da o Taxtabaş İbn Səlamdır. Məcnunun aşiq olduğunu eşidərək onu bu yoldan çəkindirməyə çalışır. Məcnunun aşiq olduğunu, Məcnunun anasıdır. Aşiqli qızını, bu da Leylinin anasıdır. Məcnun Leyli, Leylinin dünyaya gəldiyi gündən qəm və eşq əhli olduğunu bilinir. Bu Məcnundur. Qızını Məcnuna verməyə bir şərtlə razı olur ki, o sevdasından əl çəksin. Bu Leylinin atasıdır. Bir heç birinə. Sevgisini gizli saxlamağa çalışır. Leylidir. Onun fikrincə aşiqlik qıza layiq bir iş deyildi. Bu ailənin namusunu Leylinin anasıdır. Düşüncə tərzi, əxlaq davranış normalarına fərqli baxışı onu cəmiyyətdən uzaqlaşmağa sövq edir. Bu isə Məcnuna aiddir. Leyli Məcnun. Sevmək, sevmək isə onun təbiətinə yad deyil. Bu hər ikisinə aiddir. Cəmiyyətdə açıq şəkildə müxalif mövqedə dayanır. Məcnundur. Həyata baxışı fərqlidir. Hər ikisi hüquqsuz olduğunu anlayır. Leyli. Sevgisini gizlətməyə çalışır. Leyli. 1-ə olacaq D, E, 2-yə 1-ə D, E, 2-yə bu, 3-ə də A, C. Başqa yoxdur.